Araz Naxçıvan turun maraqlı və bəlkə də mərkəzi oyunlarından biri idi. Neftçi Arenada Neftçi yenə Araz Naxçıvanı məğlub edə bilmədi. Bu mövsümdə 4 oyun tuta bilmir. Məncə Araz Naxçıvanda tamam başqa şey deyirlər. Nə? Mikrofon. Baxsın da o tərəfə bölümün belə danışanda geçirsən. Onu da belə eləyim yaxınım. Belə bölümdən danışanda eşitilmir. Nəsə belə şey deyir. Oyun ehtiyac yox. Armanidir. Oyun erkən qolla başladı. Məncə Araz yenə məğlub edə bilmədi məncə. Nefsini. Bassal Aslan bu erkən qolla Neftçini önə keçirdi. Hətta Neftçi ailəsində, azarkeşlərində belə bir inam, güvən formalaşdı ki, növbəti qələbəmizi qazanacağıq. Baxmayaraq ki, rəqib Araz Naxçıvandır, yaralı Araz Naxçıvandır. Bəzi itkilər, zədələr, cəzalar, Felipe Santos yox idi, yer gəlmişəm, cəzalı idi. Amma Ramon Machado qayıtmış. Bəli, qaydan kimi də sırazı özünü... Qaydan kimi də yenə də sözünü. Görsənir də sırazı ki, yəni nəsə təhlükə yaratmaq istəyir qabaq. Amma 7-ci dəqiqədə artıq hesab bərabərləşdi. Burkina Fasolu Yosef Paronun bərabərlik qolu. Bərabər olan kimi sırazı eşitirsən. Mən dedim Uzofşa getdi. O bundan qabaqçı o birisi oyun vardı. 300 qutardı Sumqayıt. Dedim yəqin bol qollu olacaq. Hamı elə fikirləşdi. 7-ci dəqiqədə 2-2-dirsə, 1-1dirsə, deməli, yəni bu oyun 4-4 gedə bilər. Yəni 5-6 qolluq oyuna oxşayırdı oyunun əvvəli. Amma adətən oyunun əvvəlindəki qarşılıqlı qollar olur ha. 2-ci dəqiqədə, 3-cü dəqiqədə. O Avropa komandalarında zaten görürsən İspanyada, İngiltərədə. Deyirlər, sakit şeylərdə. Hərə başlayır öz axtarmaq öz səhvlərini. Hamıca qapanır, o deşiklərə, momentlərə məsələn imkan vermirlər. Neftçinin epizodları oldu, dəyərləndirə bilmədi. İkinci yarıda ümumiyyətlə Alex Fernandesi mən tərifləmək istəyirəm. Bu futbolçu Neftçinin uğurlu keçişlərindən, transferlərindən biridir deyə bilərik bəlkə də Elvin Camalovdan sonra. Klası hiss olunur, meydandakı hərəkətləri. O bir dənə vəziyyətdə Dembo Darboya ötürmə etdi, reallaşdırdı. Sol ayağından. Özdə Zamaq elədi ki, vurur qapıya verir. Baxmadan bir dənə belə Dembo Darbo vurdu setkaya. Rembo olmadı Dembo. Həmin vəziyyətdə. Orada Qaranı vurğulamaq lazımdır. Qara orada axıra qədər ondan qaçır. Futbolunu mu bicdi edir, bildin necə? Darbozo vuran momentində nəsə bu maykasından bu yüngül dartır. Yoxsa əlindən mi bu beləsinə elə bil onun koordinasiyasını itirsin deyənə nəsə bu belə dartışdırır onu. Vuranda da Darbo elə bil belə momentdə vurur, bildin necə? Rahat vura bilmir. Yıxılsa heç 11 də biraz deyil o yüngül toxunuşa görə. Amma sən görə onun ağlına bax ki, Qaranın yüngülvarı oradan o meşət eləməsəydi, açdırmasaydı. Neftçinin vəziyyətləri var idi, yetərincə idi, dəyərləndirə bilmədilər. Samir Abbasov bunu psixoloji durumla əlaqələndirir. Milli komandadan qayıtdıqdan sonra bəzi futbolçuların psixoloji durumu yerində. Psixoloji, fiziki durum yoxdur çünki oyun oynamayıblar ki. Elvin Camalovun psixologiyası yerində deyil. Rıza Cəfərovun millidən zədəli qayıtmaq məsələsinə toxunub ki, niyə onu zədəli Fernando Santos Belarus millisi ilə oyunda əsas heyətdə oynadı. Hətta biz Araz Naxçıvana qarşı görüşdə də gənc qapıçının belindəki o ağrıları yenə də gördük bəzi məqamlarda. Samir Abbasovun gileylənməsi bu istiqamətdə idi ki, haqqına gileylənir. Haqqına, yəni ki, bu zədəlidirsə, niyə millinin oyunda oynayır və bir neçə gün sonra gəlir vacib oyuna qarşı komandanın qapısını qorumağa çalışır. O şeylər var, İsmail, bir sənə harda var idi. Ümumiyyətlə 17, 19, 21 millisində bir ara neçə il bundan qabaq klublar şikayətlənirdi, milliyə futbolçularını elə olurdu ki, vermirdilər, göndərmirdilər. Xəstələnib, nə bilim, nəsəniyib. Nəyə görə? Çünki bu belə millidən qayıdıb gələndə futbolçuların əksəriyyət hansı ki, öz çempionatında əsas heyətin oyunçularıdır. Qayıdıb gəlib çempionatda iştirak edə bilmirlər. Klub məşqçiləri də iştirak edirlər, necə mən bunu salamat verirəm sənə. Gedirsən yarışdan bir həftədən sonra gəlirsən ki, birin ayağı cipsdə, o şeydəki kimi. Avropada şeydə kompensasiya verir axı. Avropada kompensasiya, onu deyəcəkdim, mənə qabaq. Söhbət ondan gedir ki, belə zədəli gəlir. Samir müəllimimiz, əlbəttə. Samir müəllimi də narahat edən şey odur ki, sən əsas qapısını, heyətinin qapısı sənə zədəli gəlir oradan. Bu zədəlidirsə, bizim o
Azərbaycanın nəzərdə qanununda aldı. deyə qardaş. Şahruddin də Mən Rızanı məsələn orada qınamıram. Nə də ki, oradakı o məşqçilərə bir söz deyə bilmirəm. Çünki əgər məşqçi gəlir mənə deyirsə ki, sənin zədən necədir Ruslan? Yəni sən çıxıb oynamağa imkan verir sənə yoxsa yox. Mən də baxıram ki, topu tutan momentində barmağın bir balaca əzilib da belənsinə qatlanıb. Amma çıxıb durmağa və yaxud da bura bir dənə doktor mənə ağrı kəsici iynə vuracaq. Mən Azərbaycanın bayrağına görə, giminə görə, nə bilim, milli ruha görə, nəticəyə görə, Azərbaycanın adına görə iynə vurdurub çıxıb orada komandamın yaxşı nəticəsi üçün canımdan keçəcəm. Həmin o momentdə də Rızada 100% yüngül nəsə olub. Orada da deyir ki, ay Rıza necədir? Deyib oynayacaq. Deyib ki, mən çıxıb əlimdən gələni eləyəcəm qardaş. Özünə inanır çünki oynamaq istəyir də bu adam. Çıxıb indi oyunda da bir balaca nəsə zədələsinə bəlkə ola bilər üstəliyib. Bilmirik də nədir zədəsi. Tartıb zədəsin. Amma eyni zamanda bunu Rızada anlamalıdır. Həkimlər də anlamalıdır. Millidə də, klubda da, Neftçidə də. Bu futbolçunun gələcəyini biz təhlükə altına ata bilərik. Bəli, çıxar elə zədələnər ki, təzədən. Yəni yüngül zədə adı ilə meydana çıxa bilər, amma onun fəsadını ağır formada Sonra gəlir təzədən 3 ay gözdə gələn ki, onun gələcək taleyi, gələcək karyerasını biz sual altına atmış oluruq. Yəni belə məsələlərə ciddi həssaslıqla yanaşmaq lazımdır. Həkimlər diqqətli olmalıdır. Qardaşlar Kapuçino qazanam oradan Kapuçino. Gəlmişkən futbolçunun özü də bunu anlamalıdır. Samir Abbasov mətbuat konfransında hakimliyə də ilişib. Çox ciddi narazılığım var. Hələ xüsusən son oyunlarda bizə qarşı haqsızlıqlar çox olur. Bir tərəfli qərarlar çox olur. Hakimin idarəçiliyindən razı qalmadım deyib. İnqilab Məmmədov idarə eləyirdi. Necə idarə etlədi? Məncə ciddi bir Məncə normal idi. Bəlkə Samir nəsə bizim görmədiyimiz təsir edəcək bir xəta yox idi, səhv yox idi. Sən görsən elə moment olur ise bir sənətər ev komandası hansı ki evdə oynayır, udmaq istəyir. Yaxud da baxırsan ki, məsələn dişinə uyğun rəqibdir və bu komandadan sən məğlub edə bilərsən və o momentlərdə hakim ikili mübarizədə nəsə bir moment, iki momentdə rəqib komandaya tərəf nəsə şey eləyəndə adam ev komandası olan elə bir udmaq istəyən elə adama elə bir ощущение gəlir, elə bir hissiyat gəlir ki, elə bir hakim nəsə tərəfkeşlik eləyir və yaxud da nəsə. Belə baxanda qol momentlərimiz var idi də. Vur qardaş, hakim barəsində də belə nəsə danışıb, nəsə belə bir şey bildirəsi deyil. Eyni şeydə Araz Naxçıvanda. Araz Naxçıvanda qolu vurası olsaydı ikinci qolu, inandırım səni buraxmayacaq, yəni yenə də qalib gələcək. Yəni və bu 4 dənə oyunda öz aralarındakı oyunda hansı ki Neftçi fikirləşir ki, məğlub edə bilmədik Arazı, yenə də uda bilmədi. Söhbət ondan getmir, söhbət ondan gedir ki, Araz necə qarşı, necə oynayır Neftçiyə qarşı, ay Neftçi. Və Felipe Santosuz Araz Naxçıvan necə oynadı və ardıcıl 7 oyun idi deyəsən oynamayan Ramon Machado necə köklənmişdi və oyunun taleyini bəlkə Neftçidən gəlib. Çünki Neftçidən gəlib, o da orada oynayıb, o da oradan çıxıb o komandadan gedib. Neftçinin son zamanlarda yəni səhvən buraxdığı futbolçulardan biridir bu mənim fikrim. İndi ola bilər də məşqçi məsələn istəmir və yaxud da deyir ki, mənim stilimə uyğun gəlmir, ona bir söz nəsə pretenziya edə bilmərsən. Amma söhbət də odur ki, Maçadonun özü də gəlib indi Araz Naxçıvana da xeyir verir. Qara Qarayev Neftçidən gəldi Naxçıvana, hansı ki bütün oyunları başda Qarada Araza xeyir verir. Ay sağ ol. Yəni 2 dənə futbolçu var ki, elə komandanın bəlkə də 30%-idir. Yəni belə opsi planda belə götürsən. Hansılar ki doğrudan da mühüm pozisiyalarda oynayırlar və həmin o Maçadonun başda 2 aya yaxın olmamağı şeydə komanda 6 oynadı, 7 oynadı, ancaq heç-heçə yəni qalib gələ bilmirdi. Amma oyun baxımından Arazın məsələn vurğulamaq lazımdır ki, Araz özü də yəni doğrudan da bir xal götürdü səfərdə və ilk dəqiqələrdən də elə yaxşı ki, elə qolu vurdu. Momentlər olsaydı yenə deyirəm, Araz vursa, Neftçi vursa, hansı komanda ikinci qol vursaydı bəlkə də yəni həmin komanda qalib gələrdi məncə. Nə bilim. Çünki bir-birdən sonra olan odur ki, 4 oyun bu mövsümdə 4 oyun, 2 bərabərlik, 2 də Araz Naxçıvanın qələbəsi. Bəli. Yəni Neftçi Araz Naxçıvanı məğlub edə bilmədi. Bu dəqiq olan məsələdir.